gün biz qəhrəmanlarımızın bizə miras qoyduğu ən böyük dəyəri olan övladlarla bir aradayıq. Biz birlikdə olduğumuz müddətcə onların ruhunu daim yaşadacağıq. Onların hər biri haqqında ayrı-ayrılıqda bir dastan yazmaq olar. Allah qatında ən uca zirvə şəhidlikdir. Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər. Bu ailələrin xidmətində durmaq insanın özünün, öz şəxsiyyətinə, öz mənəviyyatına olan bir xidmətidir. Şəhidlər bizə bir başqa əmanət də qoydular. Bu əmanət vətən idealının əmanətidir. Qanlarıyla tarix yazan şəhidlərə borcluyuq biz. Sən ölkənin şərəfisən,